BMW Y39 4x4 motor qoşa vanı sürənlər. Sizə qəşəng bir xəbərim var. Hamı bilir ki, motorun termostatı tam 105 dərəcədə açılır. Bu temperatur isə bu motor üçün çox böyük belə problemlər yaradır. Məsələn, prokladkalar, salniklər, patrubkalar, ucuz yağ bu temperaturu dözmür və ona görə problemlər ortaya çıxır. Bütün rezinlər plasmasa dönür. Prokladka quruyanda isə yağ axıdır. Yayda isə bəzi baçoklar dözmür və partlayır və ona görə çoxsu yolda qalır. Bir sözlə bu temperatur bu motor üçün ziyandır. Ekologiya üçün bu temperatur yaxşıdır, amma motor üçün pisdir. Bu motorlar üçün ideal temperatur 90-95 arası. Ona görə götürürsüz maşınınızı, yaxınlaşırsınız bizim yanımıza və biz ona proqramla soyuq termostat yazırıq. Motor stabil 90-95 dərəcə saxlayacaq, heç bir əlavə avadanlıq qoşulmayacaq, stabil işləməyinə zəmanət veririk və ondan sonra rahat yayda sürə bilərsiniz. Bütün ətraflı məlumat bizimlə əlaqə saxlayıb ala bilərsiniz. Hal-hazırda videoda olan maşına soyuq termostat yazılıb və diaqnostikada izləyə bilərsiniz ki, temperatur 90-95 dərəcə arasında saxlanılır və 94,5-də elektropər başlayır işləməyə. Mən isə sizinlə sağollaşıram, sizin zənglərinizi gözləyirəm. Sağ olun, sağ-salamat.